Bir neçə dəqiqədən sonra mən belə lampoçkalarım yanmağa başladı ki, həqiqətən də mən real həyatımda da Girdim da dağıdırdım da oranı da. Sonra başa düşdüm ki, əslində bu mənə görə beləymiş. Əslində bu oyuna başlayanda məqsəd nə idi anlamadım. O elə bil ki, o etiraz edirəm deyəndə məndə də başqa bir şey yanırdı. Çıxmışdım stolun üstünə. Ki orada mən anladım ki, ya bu idarə etməklə olmur yəni. Başqalarını idarə edən adamların özləri nə durumdadır? Mənim üçün çox əhəmiyyətlidir. Mən ona iradla qayıtdım ki, yəni sən gözləyirsən ki, hamı sussun, sonra danışasan. Belə olmayacaq, susmayacaq. Çarx oyunu elə bir mühit yaradır ki, həyatda necəsən orada da eləsən. Həyatda bəlkə bir 5 ildə başına gələcək bir təcrübəni orada 5 saatın içində qazanırsan da. Yatır durandan sonra görür ki, yox, deyəsən axı mən hələ beləyəm. Çünki oyun bizim əsl simamız ortaya qoyur deyə. Komandanı daha rahat görə bilirsən, prosesləri daha rahat izləyə bilirsən. Çarx oyunu çox qısa bir zamanda səni və ətraf mühiti sənə tanıtdırır. Əslində bu oyun deyil, bizim gündəlik həyatda yaşadığımız, amma əslində görə bilmədiyimiz bir şeylərdir. Həyatda biz əvvəldən heç nə deyilmir axı. rəhbər heyət isə işçilərin idarə olunmasında, əgər işçi isə rəhbəri ilə davranışlarında və gələcək münasibətlərində çox dərin dəyişim yaşaya bilər.